Salam uşaqlar, bugün sizinlə conditional formata baxacağıq. Excel-dən şərtli formatlama məsələsi nədir və nə üçün istifadə olunur? Şərtli formatlamaya daxil olsam, bizi belə bir pəncərə qarşılayır. Əvvəlcə bunu yadınızda saxlamalısınız ki, ilk öncə bunu vurğulayım. Şərtli formatlama məsələsi rəngləmə və seçmə məsələlərində istifadə edilir. Bizdən hər hansı bir hissənin rənglənməsi dediyində o dəqiqə bizim yadımıza conditional format düşməlidir. Conditional formatdan birinci highlight rusdan gəlir greater than. Greater than böyük deməkdir. Məsəl üçün bunu ilə nümunə üzərində göstərəcəm. Məsələn, bizə belə bir cədvəl verilib və burada deyir ki, maaşı 10.000-dən yuxarı olanlar qırmızı ilə rənglə. Rənglə sözünü eşitdimsə, o zaman conditional format olduğunu bilirəm. Və gəlirəm maaş sütununu əvvəlcə seçirəm. F sütunudur. F-in üstünə bir dəfə kliklədim, seçdim. Seçdikdən sonra daxil oluram conditionala. Birincinin içində 10.000-dən yuxarı dediyi üçün greater than-ə daxil oluram. Yuxarı dediyi üçün. Buraya yazıram 10.000. Rəngini seçirəm. Qırmızı demişdiklə qırmızını vurub OK-yi vururam. Всё. İndi görə bilərsiniz ki, 10.000-dən yuxarı nə qədər maaş varsa hamısı yükləndi. Baxın, məsələn, görürsünüz 8904 rənglənmədi. 9424 rənglənmədi. Niyə? Çünki onlar 10.000-dən aşağıdırlar. 10.000-dən yuxarı dediyim üçün 10.000-dən yuxarıları rənglədi. Bu belə. Ondan sonra conditional formatda birincinin içərisindən gəlir less than. Less than kiçik deməkdir. Məsələn, indi gəlin belə bir tapşırığa baxaq. Deyir ki, bizə maaşı 10.000-dən aşağı olanları yaşılla rənglə. Yenə də sütunumu seçib, conditional formata daxil olub, birincidən less than-ə tıklayıram. Kiçik dediyi üçün bura 10.000 yazacağım. 10.000. Yaşıl dediyi üçün yaşıl rəngi seçirəm, green və OK-yi vururam. İndi fikir verin. 10.000-dən aşağı 8904 idi və 9424 idi. Hər ikisi yaşıl rəngdən rəngləndi. Bu da belə. Bu bizim axtarılan hissəni daha tez tapmamıza və eləcə də siyahıdan bizə lazım olan hissəni daha effektiv görməyimizə kömək edir. Ondan sonra gəlir conditional formatda birincinin içərisindən between. Between arasında deməkdir. Məsələn, bizə deyiblər bu dəfə ki, maaşdan 80.000-dən 70.000 arasında olanları sarı ilə rənglə. Gəlirəm conditional formata, birincidən between-ə girirəm. Arasında sözü gəldisə between-dir. Buraya yazıram 70.000, minimum 70.000, maksimum da 80.000. Burada yazacağım 80.000. Da deyəsən bir 0.7. Aha, buraya yazaq 80.000. OK. Demişdi sarı ilə rənglə. Yellow-u seçib OK-yi vururam. Всё, baxın, 70 ilə 80.000 arasında olan maaşların hər biri sarı ilə rəngləndi. Bu da oldu bizim birincinin içərisindən between-in izahı. Ondan sonra gəlir equal to. Equal to bərabər deməkdir. Məsələn, deyiblər sənə ki, maaşı 9424-ə bərabər olanı fərqli bir rənglə rənglə. Mən onu görüm. Məsələn, gələk bu rəngləri əvvəlcə silək. Çox rəngli elədik buranı. Gəlirəm conditionalda, amma silmək üçün clear rusdan istifadə edirik. Clear rusda vurdum, sildim. Məsələn, mənə deyiblər ki, 9424-ə bərabər olanı sarı ilə rənglə. Gəldim equal to-ya. Buraya yazıram 9424. Və sarını seçirəm, vururam OK. İndi baxaq, baxın. Aşağıda 9424-ü sarı ilə rənglədi və mən artıq bilirəm ki, bu Christopher Soto'dur, manufakturadadır. Harlis çalışır, 25 may 99-da gəlib, 16 il iş təcrübəsi var, 4 ildə dərəcəsi var. Bu da belə. Sonra gələk conditional formatdan birincinin içərisinə text set contain. Bu mətnlərə aiddir. Mətnlərdən nə isə rəngləmək istəsəniz text set contain-dən ibarət istifadə edə bilərsiniz. Equal to-dan da istifadə edə bilərsiniz. Məsələn, mətnlərdən deyək ki, burada sizə deyiblər departamenti manufaktura olanları rənglə. Gəlib departament sütununu seçib birincinin içərisindən daxil oluram text set contain-ə. Buraya yazıram manufaktura. OK. Rəngini də seçək, ola bilər yaşıl eləyək, OK vururam, всё. Baxın belə açdı. Yəni text mətnlər üzərində iş üçün istifadə edilir. Ondan sonra gəlir burada edit according. Bu da tarix üzərində, adından da göründüyü kimi tarix üzərində işlər üçün istifadə edilir. Məsələn, bugünün tarixini rənglə, dünənin tarixini rənglə, sabahın tarixini rənglə, 7 gün əvvəl rənglə, nə bilim keçən həftəni rənglə, bu həftəni rənglə və s. və ilaxır. Bundan istifadə edə bilərsiniz. Məsələn, gəlirəm burada bizə tarix olaraq işə başlama vaxtı var. Gələk buranı bugünün tarixi eləyək. 02. Bugün ayın 3-üdür hətta 03.11.2025. OK.
Bugünün tarixini qeyd elədim. Gəlin bu gün işə başlayanı sarı ilə rəngləyək. Conditionaldan gəlirəm edit according-ə. Bunu today edirəm və sarını seçirəm. OK vurdum. Все, baxaq görə rəngləndimi? Bəli. Markser Russos gəlib bugün. Kontakt departamentindədir, manufaktura işləyir və s. və ilə axır. Buradan daha rahat görə bilirəm. Sonra gəlir buradan duplicate value. Duplicate value oxşar olanların rənglənməsi üçün, yəni oxşar məlumatları rəngləmək istəyirsə, duplicate value-dan istifadə edə bilərsiniz. Gəlir ikinci hissə top, bottom rows. Bu nə üçündür? Top 10 item, yuxarı olan onluqları. Yəni məsələn sizə deyiblər ki, burada maaşda yuxarı maaş alan 10 nəfəri mənə çıxart. Yəni bu məntiqlə baxırsınız. Və yaxud da sənə təksi 10 deyə bilməz. Məsələn deyir ki, sənə yuxarı olan 2 nəfəri çıxart. Gəlin buradan 2 nəfər üçün istifadə edir. Top 10 bottomdan top 10 item'a girib, məsələn onu dəyişə bilərsiniz. Sırf məqsəd 10 dənə çıxart deyə bir şey yoxdur. 10 yazılıbsa mütləq 10 dənə olacaq deyə bir şey yoxdur. Məsələn ola bilər 2 nəfər istəsinlər, ola bilər 3 nəfəri istəsələr və s. 2 nəfəri istəyirlər deyək ki, və rəngini də verirəm olsun yaşılına. Vurdum OK. Baxın, yüksək maaş alan 2 nəfəri rənglədi. Biri 89.740-dır, digəri isə 88.240-dır. Başqa da bir şey yoxdur. 2 nəfər istədiyim üçün 2 nəfəri rənglədi. Yəni yuxarı maaş alan, sonra top 10% bu faizlə yuxarı olandır. Bottom isə aşağı 10 nəfəri, aşağı maaş alan 10 nəfəri. Ola bilər bu təkcə dediyim kimi tək 10 nəfər deyil məğzi işin. 2 nəfər də ola bilər, 3 nəfər də ola bilər, 1 nəfər də belə ola bilər. Bunları çıxartmaq üçün istifadə edirsiniz. Above average ortalamada yuxarı olan, yəni maaşların ümumi göstəriciyə görə ortalama çıxardıb, ortalamadan yuxarı alanları, ortalamadan aşağı olanları çıxartmaq üçün istifadə edilir. Gələk data barslara. Data barsı isə mən bunu histogram kimi düşünürəm. Hər hansı bir hissədə ümumi histogram qurursunuz. Məsələn, gəlin maaşlar üzərində ilə quraq. İstədiyiniz rənglə qura bilərsiniz. Qurdum məsələn bu rəngdən. Baxın burada fikir verin. Ən çox alan görürsünüzmü? Demək olar ki, xana dolub rənglə, amma bir damcı qalıb. Məsələn, beləcə histogram da qurub görə bilərsiniz ki, kim daha çox maaş alır, kim az. Məsələn, mən deyirəm ki, burada histograma baxsam, heç rəqəmi belə görməsəm, deyə bilərəm ki, Mikhail Velç Z-Charge State-dən az alır. Ondan sonra Robert Wilcock bunların hər ikisindən az alır. Ondan sonra Teresa Baxter üçündən də az alır. Ondan sonra Susanna Farmer məsələn deyə bilərəm ki, Robert Wilcockdan daha çox alır. Yəni burada histogram quraraq da beləncə rənglər vasitəsilə kimlərin çox maaş, kimlərin az maaş aldığını və s. statistika bilmənalı çıxara bilərsiniz. Sonra gəlir Color Case. Color Case də eyni qaydada rənglərlədir. Mən bunların rəngləri biraz silim, çox rəngi olmasın, qarışmasın bir-birinə. Başa düşək dərsi. Gəlirəm buradan Color Case. Color Case-dən də baxın, məsəl üçün seçirəm bunu. Baxın, ən yuxarı olanlar tünd rənglə, aşağı olanlarsa getdikcə açılacaq və elə siz rəqəmi görməsəniz belə rənglərdən tuta bilərsiniz ki, kim daha çox maaş alır, kim daha az maaş alır. Məsələn, mən deyə bilirəm ki, bu sarı rəngli gördüyünüz kimi açıqdır rəngi. Deməli, bu digərlərindən az maaş alır. Heç rəqəmi dediyim kimi rəqəmi görməsəniz belə deyə bilirsiniz ki, kim daha az maaş alır, kim daha çox maaş alır. Yəni yuxarı olanlar daha tünd rənglər, aşağı olanları daha açıq rəngdən rəngləmişik. Təbii ki, bu da sizə qalmış bir şeydir. İstəsəniz Color Case-dən aşağı olanları, yəni yuxarı olanları daha açıq rənglə, aşağı olanları isə daha tünd rəngdən rəngləyə bilərsiniz. İkon seti. İkon setdə ikonlar vasitəsilə göstərilməsi. Məsələn, bu ikonları seçirəm. Baxaq. Ümumi açıram. Buradan conditionaldan gəlim. Ümumi verək. Birinə verməyək. Belə. Baxın, yuxarı olanları yuxarı oxla göstərir. Ortada olanları, yəni ortalama bir maaş alanları sarı ilə, aşağı olanları isə qırmızı aşağı oxla göstərir. Yəni buradan da artıq kimlər çox maaş alır, kimlər az maaş alır, rahatlıqla görə bilərsiniz və yaxud da kim orta miqdarda maaş alır və s. Yəni conditional format bu işə yarayır. Şərtli formatlama məsələsidir. Bu da conditional format dərsimiz və istəsəniz bunların dediyim kimi rəngləri Clear Rules vasitəsilə silirik.